Hər birinizi xoş gördük. Bir çox insanlar düşünür ki, əgər qaşınma varsa, mütləq şəkildə bu allergik xəstəliyin əlamətidir və əfsuslar olsun ki, bir çox hallarda bir çox allergiya əleyhinə dərmanları istifadə edirlər. Bunlar da kömək etmədikdə artıq ağırlaşmış bir durumda həkimə müraciət etmiş olurlar. Öncəliklə bu mifi dağıtmaq lazımdır ki, hər qaşınma dediyimiz durum allergik xəstəlik demək deyil və xüsusilə də bu qaşınma səbəbsiz yerə baş verirsə, qızarıqlıq, şişkinlik, hər hansı bir səpki yoxdursa dəridə, burada daha çox gizli gedən, belə deyərdim ki, daxili orqan xəstəliklərini araşdırmaq lazımdır. Çünki bu daxili orqan xəstəliklərinin ən erkən əlamətlərindən biri ola bilir. Xüsusilə də daha çox qaşınma, qaraciyər və öd yolları xəstəliklərinin ilkin əlamətləridir. Burada aiddir xolestaz, qaraciyərin fibrozu, sirrozu, hepatitlər, öd yollarında olan durğunluq və s. kimi xəstəliklər, hansı ki, sarılıqdan belə daha erkən simptom olaraq özünü qaşınma ilə büruzə verir və bu xəstəliklər zamanı öd turşuları qanda artır, sinir ucuqlarını qıcıqlandıraraq qaşınmanın əsas səbəbinə gətirib çıxara bilirlər. Bunlardan əlavə olaraq böyrək xəstəlikləri, xüsusilə də xroniki böyrək çatışmazlığının erkən əlamətlərindən biri də qaşınmadır. Çünki toksiki maddələr, hansı ki, zəhərli maddələrdir, bunlar sidik çıxarıcı yollarla yolub çıxıb getməlidir. Amma bunlar baş vermir. Böyrək çatışmazlığı olan xəstəliklərdə də bu qaşınmalar olur. Bu xüsusilə də kürəkdə, beldə, qollarda və axşam saatlarında olan qaşınmalardır. Bundan əlavə olaraq bir çox maddələr mübadiləsinin pozulması ilə gedən qaşınmalar vardır ki, bu da şəkərli diabet xəstəliyində özünü büruzə verir. Çünki şəkərli diabetdə qan qatılaşır, qanda qlukozanın səviyyəsi artır, nəticə etibarilə dəri qurulaşır, mikrosirkulyasiya pozulur və qaşınmalar əmələ gəlir. Əlavə olaraq, qalxanvari vəz xəstəliklərində də, xüsusilə də hipotirozda biz qaşınmanı görə bilirik. Bu da eyni zamanda dərinin quruluğu ilə gedə bilir və dəridə olan həssasiyyətin ciddi şəkildə artması ilə özünü büruzə vermiş olur. Bütün bunlarla yanaşı, eyni zamanda bir çox qan xəstəliklərində də, xüsusilə də hematoloji problemlər olan polisitemiya vera, leykoz, limfoma kimi xəstəliklərdə də ciddi şəkildə qaşınmalar ola bilir. Məsələn, bəzi insanlarda belə bir simptomlar olur ki, isti duş aldıqdan sonra dərhal çox ciddi bir qaşınma başlayır. Bu allergik xəstəlik deyil də qan xəstəliyinin əlamətidir. Bütün bunlarla yanaşı dəri xəstəliklərində də bu qaşınmaları görə bilirik. Xüsusilə də ekzema, qoturluq, psoriaz kimi xəstəliklərdə də, yəni bu sırf dərinin xəstəliklərdir ki, bu xəstəliklərdə də qaşınma özünü ciddi şəkildə göstərmiş olur. Həkimə nə zaman müraciət etmək lazımdır? Əgər bu qaşınmalar bir həftədən çox davam edirsə, səbəbsizdirsə, xüsusilə də gecələr sizi narahat edirsə, bədənin bütün hissəsinə yayılırsa, psixoemosional gərginlik pozursa, bu zaman artıq həkimə müraciət edib səbəbi araşdırmaq lazımdır. Səbəbi araşdırdıqdan sonra da doğru düzgün mütəxəssisdə müalicəsini aparmaq lazımdır.